Deməli, bizim digər dərsimizin qalan bir hissəsi var idi. Baxın, bu standart proqramından danışmışdıq. Baxın, standart proqramında belə deyək ki, ümumi təhsilin məzmunu, ümumi təhsilin idarə olunması, deməli, ümumi təhsilin maddi-texniki bazası, ümumi təhsilin infrastrukturu, deməli, təhsil verənlərin keyfiyyət göstəricisi, təhsil alanların bilik, bacarıq səviyyəsi və deməli, ümumi təhsil pilləsində təhsil alanlarda formalaşdırılan səriştələr və bunlar haqqında danışmışıq. Deməli, baxın, deməli, səriştələr haqqında da məlumat vermişdim. Təfəkkür səriştəsi, fəaliyyət səriştəsi, dəyər səriştəsi, bunlar haqqında danışmışdıq. İndi isə bizdə ümumi təhsildə dərsin təşkilinə qoyulan dövlət tələbləri haqqında danışmağımız qalıb. Buna pedaqoji prosesin təşkili prinsipləri də deyilir. Çox vacibdir. Yəni, bir müəllimin gündəlik olaraq dərsində istifadə etdiyi metodlar hamısı bundan bağlıdır. Bir direktor müavinin, məsəl üçün, gedib müəllimini yoxlaması üçün, yəni nələri yoxlayacaq, nələri tələb edəcək müəllimlərdən? Bir direktor müavininin, məsəl üçün, dərs dinləmələrdə görürsünüz ki, bütün müəllimlər nəzərə almalıdır ki, müavinlər, yəni dinlədiyi dərslərdə müəllim bunları nəzərə alırmı pedaqoji tələbləri? Yəni pedaqoji tələblərə əməl edilirmi? Bir müəllimdən hansı tələblər gözlənilir? Bir də bunu deyim ki, baxın sizə sayacağım bu tələblər şagirdlərə aid deyil. Müəllimin təşkilatı aspektidir bunlar. Deməli, yəni təhsil alan üçün deyil, şagird gəlir məktəbə. Bəzən dərs dinləmələrdə müəllimlər yazırlar ki, müxtəlif yerlərdə də olanda, dərslərdə də olanda yazırlar ki, motivasiya falan bunlar. Baxın, bu motivasiya sözünün belə hamısı belə şagirdə aid deyil. Deməli, bu müəllimin özü üçündür. Baxın, daha yazaq ki, məsəl üçün, məlumat mübadiləsi, əvvəllər ki, dərsin 7 mərhələsi var idi, artıq o 7 mərhələ götürülüb, tamam başqadır. Deməli, dərsi planlaşmasını keçəndə izah edəcəyik bunu. Yəni, o şagird üçün deyil, müəllim üçün yazsın, ay uşaqlar, indi mübadilədəyəm, indi müzakirədəyəm. Yəni, bunlar müəllimin özü üçündür. Təhsil verən üçündür ki, o bilsin ki, hardadır. Yəni, onu dinləyənlərə də elan etmək lazım deyil. Dinləyən özü bilməlidir ki, sən dərsini düzgün qurmusansa, deməli, sən hardasan, dərsin harasındasan. Zaten dinləyən onu orada çözür. Qulaq asanda bilir ki, bir müəllim problemi qoyubmu, yoxsa hazır şəkildə məlumatla mı başlayır? Problem situasiya yaradıbmı, şagirdləri nəticəyə yönəldibmi, təlim nəticələrini düzgün qoyubmu? Deməli, ona görə də bugün sizə izah edəcəyim dərsin təşkilinə qoyulan tələblər məhz müəllimə aiddir. Yəni, müəllim necə etməlidir? Bu da bütün müəllimlərə aiddir. Yəni, milli kurikuluma aiddir. Fen kurikulumu yalnız bir fənlə bağlıdır. Məsəl üçün, coğrafiyanın kurikulumu sırf coğrafiya ilə bağlı məsələlər oradadır. Məsələn, tarixin kurikulumu sırf tarixlə bağlıdır. Məsələlər orada əksini tapır. Amma milli kurikulumda olanlarsa bütün fənlərlə bağlıdır. Deməli, yəni geniş səviyyədə olandır. Bugün sizə elə o saydığım ki, indi sayacağım dərsin təşkilinə qoymuş tələblər də bütün müəllimlər üçün lazımdır. Deməli, bu tələblərdən birincisi, yəni fərq yoxdur, birinci oldu, ikinci oldu. Yəni, bunlar nəzərə alınmalıdır. Pedaqoji prosesin tamlığı. Baxın, həyatda biz kimə tam deyirik? Həyatda deyirik ki, filan kəs tamdır. Yəni, dörd dörtlükdür. Özü də gözəldir, savadı da əladır, xeyirxahdır, ünsiyyətçildir. Yəni, maşallah olsun ki, dörd dörtlükdür. Baxın, dərsin də dörd dörtlük olmasıdır, tam olması. Dərsin tam olması, dərsin inkişafı edici, tərbiyə edici, öyrədici olmasıdır. Yəni, bir müəllim əgər dərsdə 3 prinsipi nəzərə alırsa, tam dərsdir. Öyrədici, inkişaf etdirici, tərbiyə edici. Bu nə deməkdir? Yəni, dərsin öyrədici olması, şagird öyrənir. Yəni, mən şagirddən öyrəndiyimi soruşuram. Öyrənib, bilirəm ki, bugün şagird dərsi öyrənib. Dərsin inkişaf edici olması odur ki, yəni inkişaf edici, yəni inkişaf ediciliyi odur ki, yəni şagird, yəni növbəti dərslərdə onu necə tətbiq edəcək? Bugün tutaq ki, mən ismin hallanmasını keçmişəmsə, sonra mənsubiyyətə görə dəyişməni keçəcəm. Sonra tutaq ki, ümumi və xüsusini keçəcəm. Yəni inkişaf edir şagird, irəliyə doğru gedir. Əvvəlki dərslərin üzərində inkişaf edir, irəli gedir.
və dərsin tərbiyə edici olması odur ki, bu öyrəndiyim dərsi mənim üçün faydası nədir? Bir şagird bilsə ki, bugün öyrəndiyi onun üçün faydası yoxdur, harda istifadə edəcək? Heç vaxt öyrənməz onu. Bugün biz təbiətdə suyun dövranı mövzusunu keçiriksə, şagird bilməlidir ki, suyun aqreqat halı, yəni bu maye halı, buxar halı, buz halı, yəni bunu biləcək. Tutaq ki, bunun olması nə həyati var, buxar olmasının nə əhəmiyyəti var. Yəni bunun əhəmiyyətini bilmirsə deyəcək ki, nəyimə lazımdır? Öyrənmirəm. Və yaxud şagird bugün enli yarpaqlı ağaclar haqqında öyrənirsə, enli yarpaqlı ağacların əhəmiyyətini anlamırsa, yenə də onun üçün faydalı deyil. Deməli, tam dərs deyil. Sadəcə öyrənmə xatirinə öyrəndi, enli yarpağı ağaclar haqqında danışdı. Amma bu dərs tam dərs deyil. Bugün şagird əgər kvadrat tənlik mövzusunda diskriminantın düsturunu bildisə, amma tətbiq eləyə bilməyəcəksə kvadrat tənliyi üzərində, yenə də bu dərs tam deyil. Yəni tətbiq bacarığı yoxdur. Sadəcə əzbərlədi. Bugün dərsdə şagird fotosintezin tərifini öyrənib əzbərləyir, danışır, amma fotosintez prosesi insan üçün nə üçün lazımdır ki, bitkilər günəş istiliyi ilə oksigeni deməli xaric eləyəcək, karbon qazını udacaq. Bu bizim üçün də faydalıdır. Bunu anlamırsa, sadəcə əzbərlədi, öyrəndi, getdi. Hə, heç bir əhəmiyyəti yoxdur çünki yəni burada tərbiyə edici deyil. Yəni buradakı bu demək deyil ki, şagird səs salacaq, müəllim sakit dur deyəcək və yaxud da ki, kimsə lağa qoyacaq. Bu tərbiyəsizlikdən və tərbiyəlilikdən söz getmir burada. Mövzunun tərbiyə ediciliyindən danışırıq biz ki, hər gün dərsin sonunda müəllim soruşmalıdır ki, bugün öyrəndiyinizi bizim üçün nə faydası var? Yəni nə olduğunu, yəni məsələn tarix müəllimdə tutaq ki, deyir ki, bugün Vətən müharibəsi haqqında dərs keçdi, Səfəvilər haqqında dərs keçdi. Bunun tariximizdə əhəmiyyəti nədən ibarət olub? Bugün anlamırsa, deməli bu da tam dərs deyil. Necə ki o Ağadadaş Ağayev oxuyur, məsəl üçün bu var amma bu yoxdur. Yəni biri var, biri yoxdur deyir. Yəni filan şeyi bilir, amma bunu müəllim demir. Məsəl üçün müəllim tərəvəzlər haqqında dərs keçir, amma tərəvəzlərin bizim üçün əhəmiyyətindən danışmır. Deməli bu dərs tam dərs deyil. Deməli pedaqoji prosesin tamlığı budur. Burada iki prinsip var deməli. Şəxsiyyət yönümlülük və şagird yönümlülük. Eynən kurikulumun prinsipinə necə demişdik, burada da elədir. Yəni şagird yönümlülük şagirdin istedad və qabiliyyəti üzə çıxarır. Şəxsiyyət yönümlülük də deməli idraki ünsiyyət, psixomotor bacarıqları, milli bəşəri dəyərlərdir. Yəni eynən oradakı izah etmişəm, oradakı kimdir? Şagird yönümlülük, şəxsiyyət yönümlülük eynidir. Deməli, dərsin təşkilinə qoyulan tələblərdən biri də inkişaf yönümlülükdür. Yəni, inkişaf yönümlülük nədir? Müəllim şagirdin qavrayıb qavramamasını, anlayıb anlamamasını yoxlamırsa, deməli, inkişaf yoxdur. Yeni mövzuya keçir. Bugün şagird əgər oxuya bilmirsə, yəni qiraəti yoxdursa, şagird oxuyub anlamanı necə yerinə yetirəcək? Oxuyub anlama tapşırığı necə yerinə yetirəcək? Deməli, imtahanlarda da, müsahibələrdə də, məsələn, direktorla imtahanda da, sertifikasiya imtahanda da 50+ bal toplamaq lazımdır. Yəni, bütün imtahanlarda, deməli, əgər bir müəllim, məsəl üçün, imtahana gedib, məsəl üçün, sertifikasiya imtahana gedib müəllimlər yüksək bal toplayırlarsa, baxın, artıq burada yüksək bal toplayan müəllimlər də deyirlər ki, artıq öz ixtisasını yaxşı bilməlidir, deyirlər. Yəni, müəllimlərin savadını yoxlayırlar, artıq yüksək bal toplamanı istəyirlər ki, yəni artıq müəllimlər yüksək bal toplayan müəllimi daha çox savadlı olub, yəni daha yaxşı öyrədən müəllim kimi bilirlər. Ona görə də bugünkü gündə öz üzərində işləyən müəllim, savadlı olan müəllim, daha bacarıqlı olan müəllim də deyə bilərik ki, yəni imtahanlara getsinlər, daha yüksək bal toplasınlar. Bugünkü gündə həqiqətən, yəni dövrün tələbinə görə bütün, məsəl üçün, bu yeni təlim metodlarını da, İKT bacarığını da bütün müəllimlər bilməlidir ki, uşaqların inkişafı üçün daha yaxşı öyrədici olsunlar, öyrədə bilsinlər. Ən əsas hələ bugünkü gündə kompüter bacarığı olmayan müəllimlərə, yəni belə deyilir ki, sanki yazıb oxuya bilməyən uşaq kimikdir. Həqiqətən kompüter bacarığı olmayan müəllimlər bugünkü gündə
İKT bacarığı olmayan müəllim yazıb oxuya bilməyən uşaq kimikdir. Yəni bu müəllimlər özlərini işləməlidirlər, daha özlərini geniş təcrübəyə sahib olmalıdırlar ki, onlar həm yeni texnologiyalardan istifadə edə bilsinlər, yeni təhsil metodlarından istifadə edə bilsinlər ki, yəni imtahanlarda yüksək nəticə əldə edə bilsinlər ki, daha yaxşı müəllim kimi çalışa bilsinlər. Baxın, deməli inkişaf yönümlülükdən danışırıq. İnkişaf yönümlülük odur ki, şagird inkişaf edəcək. Bunu qavramırsa, o birisinə niyə keçirəm, onu qavramayıb axı. Yəni bunu qavrayacaq ki, növbətiyə keçəcək. Deməli, ona görə də məsəl üçün bugünkü gündə kurikulumu müəllim daha yaxşı bilməlidir ki, kurikulumun hər bir metodu ilə uşaqlara daha yaxşı qaydasıyla öyrətsin, daha yaxşı onun tələb eləsin, yəni sonunda nəticə yaxşı olsun deyə. Deməli, baxın, formativ qiymətləndirmə ilə bağlıdır bu. Baxın, inkişaf yoxdursa formativ yoxdur, formativ yoxdursa inkişaf yoxdur. İkisi bir-biri ilə bağlıdır. Deməli, inkişaf yönümlülük formativlə, yəni bacı qardaşdır deyə bilərik. Sizə sual versələr, inkişaf yönümlülük hansı qiymətləndirmə ilə bağlıdır? Formativ. Yəni izləmədir burada. Şagirdin fəaliyyətini izləyəcəyik, addım-addım izləyəcəyik. Deməli, dərsin təşkilinə qoyulan tələblərdən biri də stimullaşmadır. Yəni, bir şagirdə necə stimullaşdıracağıq? Övladımızı necə stimullaşdırırıq? Ana qurban, çox sağ ol, nə yaxşı bunu elədin. Bax, bunu əla eləmisən, bəyəndim. Bəyənmədiyimdə deyirəm ki, ana qurban, bax, bu tortun şəkərini çox eləmisən. Gələn dəfə şəkərini biraz az edərsən. Deməli, biz ona rəy verdik. Necə rəy? Gələcəkdə ona konstruktiv rəy deyəcəyik. Deməli, onun bəyəndiyimizi də deyirik, bəyənmədiyimizi də deyirik və bəyənmədiyimizi necə bəyənən eləyə bilərik. Onu da dedik. Deməli, ona görə də harda stimul sözü varsa, açar söz rəy deməkdir. Rəylə stimul qoşa gedir. Deməli, müəllim şagirdə konstruktiv rəy verirsə, şagird stimullaşma gözlənilir. Konkret yol göstərirsə, deməli, müəllimin verdiyi rəy şagirdi həvəsdən salırsa, deməli, stimullaşma pozulub. Yəni, bir şagirdə düzgün rəy verməliyik. Gələcəyə yönəlik rəy deyəcəyik ona. Gələcəkdə gələcəyə rəy yönəlik. Yəni biraz da bunu dərinləşdirəcək. Sadəcə bugün adını çəkirik burada. Deməli, stimullaşma necə olur? Müəllim şagirdə düzgün rəy verir və konkret yol göstərir. Bu da məhz stimullaşmanın gözlənməsi, fəaliyyəti stimullaşmasıdır. Deməli, dərsin təşkilinə qoyulan tələblərdən biri də dəstəkləyici mühitdir. Yəni, deməli, dəstəkləyici mühit nədir? Şagirdi biz necə dəstəkləyə bilərik? Həyatda insanları, dostumuzu, yoldaşımızı necə dəstəkləyirik? Məsəl üçün, bir dostumuzun gedirik yanına, məsəl üçün, ya ona maddi dəstək göstəririk, ya da mənəvi dəstək göstəririk. Maddi dəstək budur ki, məsəl üçün, malımızdan, pulumuzdan hədiyyə alırıq, ona nəsə alıb aparırıq. Məsəl üçün, ad gündür ona bir brilliant üzük alırıq və yaxud da ki, evinə gedirik. Məsəl üçün, bir əşya alırıq bahalı. Bu maddi dəstəkdir. Görürük nə yoxsa onu alırıq. Amma mənəvi dəstək isə o sevgimizdir də, ona verdiyimiz sevgimizdir, mənəviyyat. Pulla ölçülə bilmir artıq bu. Demək, pis günündə yanında oluruq, yaxşı günündə yanında oluruq. Məsəl üçün, bir problem olanda tez başın üstünü kəstiririk ki, sənə qurban nə eləyə bilərəm, yanında olum, dəstək olum. Yəni, məsləhətlər veririk. Bu da mənəvi dəstəkdir. Baxın, şagird də eynən belədir. Yəni, şagirdə maddi, texniki bazı nə olacaq? Məsəl üçün, yəni o maddiyyatının olması partasıdır, lövhəsidir. Bu zaman dəstəkləyici mühit gözlənilir. Kitabxanası var məktəbin, tutaq ki, idman zalı var, avadanlıqları var, hər şeyi var. Deməli, burada dəstəkləyici mühit gözlənilir. Hətta bu da ola bilər ki, məktəbin idman zalı var, amma avadanlığı yoxdur. Zal var, avadanlıq yoxdur. Bu da dəstəkləyici mühit pozulacaq burada. Laboratoriya var, avadanlıq yoxdur. Yəni, bunun var olması o demək deyil, binası var, içi yoxdur. Yəni, ola bilsin ki, laboratoriya var, avadanlıqları yoxdur. Bu da yenə də dəstəkləyici mühitin pozulmasıdır. Yəni, bunu maddiyyat tələb edir. Baxın, bəs bunun mənəviyyat tərəfi nədir şagird üçün? Necə ki, dostumuza dediyimiz kimi. Deməli, məsələn, müəllimin şagirdini sevməsi, yəni onda negativləri deyil, pozitivləri görməyi bacarmasıdır. Mən nə var ki, negativləri? Necə deyirlər ki, deyir ki, insanlarda tikanı görməyə nə var ki?
o qönçəni, ləçəyi görmək lazımdır. Birinə bax o qədər səhv olur, qaşın gözün belədir. İnsan var ki, dünya gözəlini də ona göstərsə, ondan bir səhv tapacaq. Yəni bu insanlar öyrəşib də kiməsə qulp qoymağa. Ona görə də deməli mənəvi dəstəkdən söhbət gedir burada. Deməli şagirdin, deməli o pozitivləri görməyi bacarmaq, şagirdi gərginlikdə saxlayacaqsa dəstəkləyici mühit pozulacaq. Çünki sağlam mühit yoxdur. Əgər sağlam psixoloji mühitin olmaması dəstəkləyici mühitin pozulmasıdır. Yəni sinifdə konflikt var, münaqişə var, səs-küy var. Tez-tez demişdim ki, məsəl üçün münaqişə səs-küydür, müəllim buna baxmırsa, öz işindədirsə, WhatsApp-da yazışırsa, məsəl üçün dostu ilə, qohumu ilə və yaxud da ki, orada jurnal yazır, şagird qırır, bir-birini öldürür. Yəni orada ona bir yumruq atır, konflikt artır. Deməli burada dəstəkləyici mühitin pozulması. Çünki sağlam mühit yoxdur burada. Sağlam psixoloji mühit pozulub burada. Deməli, maddi texniki bazanın olmaması və sağlam mühitin olmaması şagirdin deməli bir-birinə düzgün davranmaması bunlar məhz dəstəkləyici mühitin pozulmasıdır. Əgər yox yerindədirsə pozulmamışdır deməkdir. Dərsin təşkilinə qoyulan tələblərdən biri də təlimdə bərabər imkanların yaradılmasıdır, əzizlərim. Deməli, bərabər imkan deyəndə bəziləri elə bilir ki, bərabər imkan, yəni elə hamıya eyni tapşırıq verməkdir. Xeyr, ya hamıya eyni təlim şəraitinin yaradılmasıdır. Bəli, təlim şəraiti, amma təlim şəraiti o demək deyil ki, mənim sinifdə bütün uşaqlara eyni tapşırıq verəcəm. Əslində bu bərabər imkanların pozulmasıdır bu. Hamıya eyni tapşırıq vermək o demək deyil. Yəni biz şagirdlərin təlim ehtiyaclarını nəzərə almalıyıq. Tapşırıqlarını müxtəlif səviyyələrdə verməliyik. Əgər bütün şagirdləri nəzərə alırıqsa, inklüzivliyi gözləyirik. Deməli inklüzivliyi. Çünki bizim birazdan inklüzivliyə toxunacağam sizin üçün. Baxın, bərabər imkanlarda biz əsas açar məqam kimi nəyi yadda saxlamalıyıq? Deməli, bərabər imkanlar odur ki, şagirdlərə seçim imkanı verməkdir. Yəni, bugün mən məsələ keçirəm, tutaq ki, şagirdlərə deyirəm ki, uşaqlar bunu X-dan edə bilərsiniz, təlim qurmaq üçün, amma baxıram mənim şagirdlərim cədvəl qurmaqla eləyir. Etsin də nə olacaq? Yəni, cədvəllə olanda nə olur ki? Yəni, şagird əli məktəbə gedən, imtahan verəndə, sınağa gedəndə, orada ona deyirlər ki, bunu ya cədvəllə elə, ya tənliklə elə, ya da məsəl üçün iş məsləhət, Yəni bu özü necə bacarır elə eləyir. Nə olacaq ki? Yəni seçim imkanı verməliyik. Necə eləyirsən elə. Axırda yəni mənə bu gün veriblər ki, bu gün 6 standartı reallaşdır. Hansı yolla eləyir eləsin. Mən hər zaman məsəl üçün deyirəm ki, istəyirsən ki, ola bilər rəqslə elə, istəyirsən ki, əyani vəsaitlə elə, istəyirsən sözlə öyrən, istəyirsən ki, qrupla işi ilə elə. Yəni müəllim bunu edə bilərlər. Yəni istəsən fərdi elə, istəyirsən musiqi qoy öyrət, yəni idman elə öyrət. Yetər ki, sonda alt standart reallaşsın burada. Deməli, ona görə də belə deyək ki, bərabər imkanlar şagirdlərə seçim imkanı verməkdir. Yəni, seçim imkanı veririk ki, hansı yolla istəyirsən tapşırıqlar eləyə bilərsən. Tutaq ki, mən esse vermişəm. Baxın, bu esselərdən 5 essədən hansını istəyirsənsə seçib birini seç yaz, inşallah da onun kimi. Yəni, şagirdlərə seçim imkanı vermək, hamıya eyni təlim şəraitinin yaradılması, deməli, bu bərabər imkanların gözlənilməsi olur. Dərsin təşkilinə qoyulan tələblərdən biri də inklüzivlikdir. İnklüzivlik, sağlamlıq imkanları məhdud şagirdlərin nəzərə alınması. Bu da inklüzivliyə aid mövzu kimi keçəcək, bu başqa. Deməli, sadəcə burada inklüzivliyin, yəni müəllimin gözü zəif olan şagirdləri, qulağı zəif eşidən şagirdləri nəzərə almalıdır. Məsələn, müəllim gözü zəif görəni aparıb arxada əyləşdirməməlidir. Bu indi inklüziv pozula bilir. Qulağı zəif eşidən arxaya qoyubsa eşidə bilmirsə, yəni bunların hamısı inklüzivliyin pozulmasıdır. Yəni sağlamlıq imkanları məhdud şagirdləri nəzərə alınması, yəni təlim mühiti hər kəs üçün əlçatan olmalıdır. Yəni hər kəs üçün əlçatan olmalıdır. Yəni deməli, əgər müəllim qrup işi zamanı sağlamlıq imkanları məhdud şagirdləri də nəzərə alıbsa, deməli təlim şəraitini hər kəs üçün əlçatan eləyibsə, inklüzivliyin gözlənilməsidir. Və ən son təlimin təşkilinə qoyulan tələblərdən ən sonuncusu da məktəb valideyn münasibətlərinin tənzimlənməsidir. Biz bilirik ki, təhsil prosesinin iştirakçılarından biri də valideynlərdir.
Demişdik ki, təhsil alanlar, təhsil verənlər və valideynlər. Deməli, valideynlər məktəblə davamlı əlaqə saxlaya bilirlər. Yəni bunların hüquqlarıdır. Valideyn məktəbə təklif də edə bilər. Bu onun hüququdur. Yəni valideyn iclasında iştirak edə bilər. Bu da onun hüququdur. Amma etməyə də bilər. Vaxt yoxsa etməyə bilər. Baxın, valideyn məktəbə maddi dəstək göstərə bilər. Maddi dəstək göstərə bilər. Onun vəzifəsi deyil, hüququdur bu. Yəni bir dipçək ala bilər, hansısa bir tablo alıb hədiyyə edə bilər sinifə. Amma bu onun vəzifəsi deyil ki, mütləq etməlidir, hüququdur. Yəni biz valideynlərlə davamlı əlaqə yaratmalıyıq. Yəni övladı ilə maraqlansın, təhsili ilə, tərbiyəsi ilə maraqlansın. Yəni məktəb valideyn şagird üçbucağını biz möhkəm təməlini qurmalıyıq. Qurmalıyıq ki, valideynlər davamlı övladları haqqında məlumatlı olsunlar. Çünki şagirdlər çox hissəsini valideynin yanına keçirlər. Biz onlarla bu əlaqəni sıx yaratsaq, bu da şagirdlərin akademik göstəricilərinə, nailiyyətlərinə təsir edəcəkdir. Deməli, bizim ümumi pedaqoji tələblər haqqında danışmağımız, pedaqoji tələblər haqqında məlumatımız bu qədər. Bir dəqiqə ekran kaydını dayandırım mən.